Ləvəngi sevənlərin nəzərinə ləvəngili pirajki hazırlayırıq, həm də möhtəşəm bir döymə Müsibət. xəmirlə. Una, duz, şəkər tozu əlavə edib qarışdırıram. Daha sonra otaq temperaturunda yumşalmış kərə yağı əlavə edib əlimlə ovu bumaç hazırlayıram. Tam qarışıb gördüyünüz hala gəldikdən sonra üzərinə xama, qabartma tozu və yumurta sarısını əlavə edib orta yumşaqlıqda xəmir halına alana qədər yaxşıca yoğururam. Xəmiri soyuducuya 1 saat dincəlməyə qoyuram. İçlik üçün soğanı blenderdan keçirirəm. Tənzif yardımı ilə soğanın suyunu bacardığım qədər sıxıram. Suyun yaxşı sıxıldığından əmin olun ki, soğanın acılığı qalmasın. Soğanı blenderdan keçirdiyim qoza əlavə edib üzərinə duz, istiot və alça turşusu əlavə edirəm. Turşusunun dadına baxaraq zövqə görə tənzimləyin. Dincəlmiş xəmiri kündələrə ayırıram. 45 qramlıq kündələr hazırladım. Göstərdiyim şəkildə yayıb üst-üstə yığıram. Hər mərhələdə xəmirin üzərini bağlayın ki, üzəri qurumasın. Xəmir yağlı olduğu üçün şəkilləndirərkən undan istifadə eləməyə ehtiyac yoxdur. Ələ yapışmayan çox gözəl xəmir alınır. Yaydığım xəmirlərin içini ləvəngi ilə doldurub kənarlarını şəkərbura kimi bükürəm. Sizə rahat olan şəkildə də forma verə bilərsiniz. Pirajkiləri soba listinə düzürəm. Üzərinə az miqdarda bitki yağı əlavə etdiyim yumurta sarısını çəkirəm. Sonda da çörək otu səpib 180 dərəcəli sobada alt-üst rejimdə tam qızarana qədər bişirirəm. Bu xəmir o qədər kövrək və ləzzətli olur ki, yeməklə dadından doymaq olmur. İstədiyiniz içliklə hazırlaya bilərsiniz. Ətli, kartoflu və hətta şirin kəsmili. Hazırlayan hər kəsə nuş olsun.